Axırı ki, zavallı Azərbaycanlılara tupoy olmayan bir məmur nəsib oldu. Bu, Bala Heydər Əliyevdir. Fikir verin, bugün Davos forumunda o atası ilə birgə, məmurlarla birgə iştirak edib, müxtəlif görüşlərdə özünü təqdim edib. Düzdür, hələ ki, Azərbaycanlılar müəyyən eləyə bilməyib ki, onun vəzifəsi nədən ibarətdir. 2 ildə Əliyev onu müxtəlif rəsmi görüşlərdə iştirakını təmin edir, protokola salır, amma vəzifəsini hələ də xalqa açıqlamırlar. Bu özü sizə deyim ki, təvəzzökarlıqdan, yüksək alicənablıqdan xəbər verir. Çünki bilirsiniz də, Azərbaycanlıların biri hansı icra hakimiyyətində şofer işləyir, onun bütün qohum-əqrəbəsi dünyaya car çəkir ki, qohumumuz icra hakimiyyətində işləyir. Nə işləyir, hansı vəzifəyə baxır, bu barədə bir kəlmə demirlər. Amma fikir verin, İlham Əliyevin oğlu Sokarda mı, İqtisadi İnkişaf Nazirliyində mi, Baş Nazirliyində mi, hardasa işləyir, amma vəzifəsini əhaliyə açıqlamır. İndi gələk onun tupoy olmamasına dair mənim qənaətimə. İlham Əliyevin məmurları ilə, nazirləri ilə keçirdiyi görüşlərdə diqqətinizi çəkibsə, nazirlər, məmurlar başlarını yerdən qaldırmadan əllərində qələm elə bir ucdan dəftərlərinə nəsə yazırlar. İmkan vermirlər ki, İlham Əliyevin ağzından bir söz diqqətlərindən kənara düşsün. Baxmayaraq ki, həmin İlham Əliyevin çıxışı səhəri gün yox, elə həmin günü bütün qəzetlərdə, saytlarda sözbəsöz ifadə olunur. Buna baxmayaraq məmurlar özləri onun müqəddəs kəlamlarını dəftərə köçürməkdə dayanmırlar, saxlaya bilmirlər. Balaca Heydər isə nə bugünkü görüşlərdə, nə bundan əvvəlki görüşlərində nə qələmdən istifadə eləyir, nə dəftərdən istifadə eləyir, nə də telefonuna hansısa qeydlər götürür. Bu, onu deməyə mənə əsas verir ki, onun çox yüksək zəkası var, ağlı var, atasının dediklərini yadda saxlayır və yaxud da bilir ki, həmin onun dediyi sözlər kütləvi informasiya vasitələrində əks olunacaq. Ona görə orada barmaqlarına, gözünə, başına əziyyət verib qeyd götürməyə ehtiyac yoxdur. Əhsən, Azərbaycan xalqını nəhayət parlaq bir məmur qazandığına görə təbrik etməyə dəyər.